Baxır da, vallahi axşam bir yerdəydik. Məclis var idi. Mən getdim ki, yəni mənim bir dostum vardı, o dəvət eləmişdi. Mən içəri girəndə, yəni sağ olsunlar, hamısı hörmət edirlər. Yəni, oxuyarsan, yaxşı olur. Yox, başqa şey deyirəm. Hamısı durdu ayağa, mən qarşıladılar. O sənətkar oradan oturma, buradan otur. Nə tərif dedilərsə, adamı ləzzət edir. Deməli, tərif deyirlər, 2 dənə də başqa ifaçı vardı, ta deməyəcəm adlarını. Hündüşkanın budunu mənə verirlər. Pulu da ona verirlər. Nə yaxşıdır. Deməli, bir neçə dəfə belə davam elədi. Sən Allah qanadını ye, orasını ye, burasını ye. Onlar da oxuyur, mən də oxuyur. Pulu ona verirlər. Sonra gördüm ki, burada başıma gəldi. Sonra gördüm ki, bu budla mənim başıma alırlar. Dedim ki, Allah rəhmət eləsin, Qədir Rüstəmov, bizim böyük sənətkarımız. Onunla ikimiz bir toydaydıq. Bu cəmaat gəlirdi, tamaşaçılar gəlirdi, toyda olanlar da. Qədir Rüstəmovla öpüşürdülər, görüşürdülər, gedirdilər. Öpüşürdülər, görüşürdülər, öpürdülər də kişini. Gəldi, otduma belədi. Dedi ki, mən indi sabah gedim marketdə nətər deyim ki, axşam məni öpüblər, qətlən çaydan biraz var. Məsələn, onlara çəkəndən sonra da budu onlara verdilər. Dedim, budu verir onlara. Mənim də başıma çox